Nuh Peyğəmbər uzun illər kafirlərin içərisində yaşadı. İnkarçıların içərisində yaşadı. Qərib yaşadı. Çox çətin də. Bəzən biz məsələn uzun ömür arzuluyuruq. Quran-ı Kərim buyurur ki, Nuh onların arasında 1000 ildən 50 il kəm, 950 il qaldı. Uzun illər sən qəriblik yaşadın. Və sonra Allah Teala nicat gəmisi ilə ona nicat verdi. İmam Hüseyin əleyhissalam da Həzrət Rasulullahın gətirdiyi İslamı təhrif etmiş Əməvi İslamın içərisində qərib qaldı. Öz vətənindən görürsünüz, başqa yerlərə hicrət etmək məcburiyyətində qaldı. Kafirlərin içərisində tək və tənha idi. Allah onun özünü nicat gəmisinə çevirdi. İnnəl Hüseynə misbahul huda və səfinətun necat. Ki İmam Hüseyin əleyhissalam hidayət çırağı və nicat gəmisidir. Həzrət İbrahim əleyhissalam çox sınaqlardan keçdi. Ən böyük sınaqlarından biri idi ki, Allah Teala ona əmr etdi ki, oğlun İsmailin başını kəs. Çox ağır bir sınaq idi. Amma onu işi yerinə yetirmək məqamına gələndə Allah onu sınaq olduğunu ona bildirdi ki, bu sınaq idi. Və fədəynəhu bizibhin azim. Biz onu daha əzəmətli bir qurbanla əvəz etdik, fidyə etdik. Qoç gəldi, İbrahim qoç kəsdi. İmam Hüseyin əleyhissalama baxırıq. İmam Hüseyin əleyhissalam bütün ailəsini, Əli Əkbərini, Əli Əsğərini, qardaşlarını, hamısını Allah yolunda fəda etdi və ən sonda o əzəmətli qurban vardı. Özü ona çevrilərək Allah yolunda ən sonda özü qurban oldu. Bu varislik də görürsən ki, İmam Hüseyin əleyhissalama məxsus olan bir varislikdir. Həzrəti Musa əleyhissalama baxırıq. Musa əleyhissalam dövrünün tağutu Fironla mübarizədədir. Fironun zülmündən Misri tərk etmək məcburiyyətində qaldı, vətənini tərk etmək məcburiyyətində qaldı. Və Quran-ı Kərimdə də bu cür vəsf eləyir ki, Fironun çıxışını fəxərəcə minhə xaifən yətaraqqabu. Musa deyir, Misirdən deyir, qorxu içərisində kənara baxa-baxa, ora baxa-baxa ki, indi məni tutarlar deyə çıxdı. Qalə Rabbi nəccini minəl qovmiz zalimin. Dedi, Rabbim məni zalim qövmündən məni qurtar, xilas et məni. İmam Hüseyin əleyhissalam da Mədinədən Məkkəyə, Məkkədən Kərbalaya və çıxarkən də çox maraqlıdır ki, Həzrət Hüseyin əleyhissalam da Mədinədən çıxarkən Musa Peyğəmbərin bu ayəsini oxuyub çıxmışdı ki, Rabbi nəccini minəl qovmiz zalimin. Rəbbim zalim qövmündən mənə nicat ver. Həzrəti İsa əleyhissalam digər Peyğəmbərlərdən seçildiyi xüsusiyyətlərdən biri budur ki, İsa əleyhissalamın həvariləri vardı, çox ixlaslı səhabələri idi. Çox sadiq sahabələr idi. Quranda da Allah Teala buyurur ki, "Fələmmə əhəssə İsa'l küfrə." İsa der ətrafında olanlardan küfr hiss etdikdə ki, bunlar küfrə meyillidirlər, küfr edəcəklər. "Qalə mən ənsari ilallah." Dedi ki, sizlərdən kim mənim ənsarım ola bilər Allaha doğru bu yoldadır, seyirdə? "Qalel havariyyunə nəhnu ənsarillah." Havarilər deyir ki, biz Allahın ənsarıyıq. Biz Allahın yardımçılarıyıq. Əmənnə billah, biz Allaha iman gətirdik, fəşhəd bi ənna muslimun, şahid oldu ki, biz müsəlmanlarıq, Allaha təslim olanlarıq. İmam Hüseyin əleyhissalam da sahabələrin barəsində birisi nə deyir? Deyir, mən sahabələrim, yəni qədər vəfalı, sadiq bir sahabə tanımıram. Əhl-i beytim qədər əməli salih və biri-birinə bağlı bir əhl-i beyt tanımıram. Və biz görürük ki, İmam Hüseyin əleyhissalam eyni zamanda cəddi Rasulullahın da varisidir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm İslamın banisidir. Bu tevhid dininin banisidir. Peyğəmbərə müşriklər çox əzab-əziyyət verdilər. Bəzən də şirkləndirmək istədilər ki, öz tərəflərinə çəksinlər. Gəldilər Əbu Talibə dedilər ki, yəni qardaşın oğlunla danış, ən gözəl qızımızı ona verərik. Var dövlətimizi verərik, onu başımıza padşah eləyərik, amma bizim bu ilahlarla işi olmasın. Peyğəmbər bu sözü eşidəndə birisi nə dedi? Dedi, and olsun Allaha, and olsun deyir Allaha ki, əgər onlar günəşi sağ əlimə verələr, ayı sol əlimə verələr, Allah bu işi, yəni bu dini üstün etməyincən, qalib etməyincən və ya mən bu din uğrunda həlak olmayınca mən bu yoldan çəkinməyəcəm. Allah Rəsulünün o kəlməsi olmasaydı, o mövqeyi olmasaydı, İslam dirçələnməzdi. İndi gəlin İmam Hüseyin əleyhissalama, İmam Hüseyin əleyhissalamın da Aşura günü heyhat minnə zillə ki, zillət bizdən uzaqdır.
İmam Hüseynin bu sözü və bu mövqeyi olmasaydı, bugün də biz Həzrət Rasulullahın əkdiyi o İslam ağacının meyvəsindən xəbərsiz olacaq. O İslam ağacı quruyub gedəcəkdi. Ona görə deyilir ki, Əl-İslam Muhammediyyül vücud, Hüseyniyyül bəqa. İslam Həzrət Muhammed sallallahu aleyhi və səlləm Həzrəti Peyğəmbərlə vücud tapdı, amma İmam Hüseyin əleyhissalamın sayəsində yaşadı və gəlib bu günlərimizə çatdı. Əssalamu aləl Hüseyn və alə Ali ibnil Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn və rəhmətullahi və bərəkatuhu.